Leksika mövzusundan 91-ci testdən izaha başlayıram. Birində qarşı-qarşıya verilən nümunələrdə bir-biri ilə antonimlik yaradan sözlər var. Antonimlər hər zaman eyni nitq hissələrinə aid olmalıdırlar. Yəni, həm məna, həm də nitq hissəsi baxımından eyni olmalıdırlar. A variantında hətta biraz külək əsir, sazaqlı. O qədər isti idi ki, evdən çıxa bilmirdik. Sazaqlı və isti sözləri bir-birinə antonimdirlər və eyni nitq hissəsinə aiddirlər. Sazaqlı sifətli, isti də sifətli. Həm məna baxımından, həm də nitq hissələri baxımından eyni nitq hissələrdir, yəni sifətlidirlər. Buna görə A variantı düzdür. B variantı qapqara köynəyi tamamilə rəngini dəyişmişdi. Qapqara sifətli. İndi digər cümləyə baxıram. İndi dumaq olmuş saçları onu daha yaşlı göstərir. Dumaq sözü olmaq feilindən ayrı deyil. Yəni dumaq olmaq birlikdə işlənir. Ona görə qapqara sifət, dumaq olmaq feildir. Ona görə fərqli nitq hissələrdir. Biri sifət, biri feil, antonim olmaz. C variantı çox səbirsiz insan imiş, təmkinli olmaq sənin üstünlüyün. Yenə səbirsiz sifətli, təmkinli söz olmaq sözündən ayrı deyil. Təmkinli olmaq bir yerdə işlənir, feildir. Ona görə biri sifət, biri feil, yenə antonim olmaz. D variantında sən problemlərə səthi yanaşırsan. Burada dərinlik həddən artıq idi. Səthi sözü sifətli, dərinlik sözü isə isimdir. Yəni dərin sifətindən dərinlik, dik şəkilçisi isim yaradıb. Ona görə biri sifətdir, biri də isim. D variantı da olmaz. Y variantında işləri tədricən yoluna düşürdü. Tədricən yoluna düşürdü. Demək, Rasim irəli atılıb əşyanın qollarından tutdu. Burada da antonimlik yoxdur. Demək, A variantı düzdür. 92. Hansında daha çox frazeoloji birləşmə var? A variantında evdə sıxıntıdan bağrı çatlayan Akif artıq yaşlılıqdan beli bükülən nənəsini danışdırmaq istədi. Bağrı çatlamaq. Burada sadəcə bir frazeoloji birləşmə var. B variantı nəslin ağsaqqalları gedəndən sonra cavanlar bir-birini qanlı qəltə eləmişlər. Bir-birini qanlı qəltə eləmək burada demək bir frazeoloji birləşmə var. C variantı bu gediş onun yadında qalmışdı. Onu gözdən salmaq üçün planlandığını bilirdi. Gözdən salmaq üçün. Yenə burada da frazeoloji birləşmə bir dənədir. D variantı onun ürəyindən keçdi ki, nənə sarı xatının ona ürəyi yansın, qayğısına qalsın. Demək, burada çoxdur. Ürəyindən keçdi. Ona ürəyi yandı. Yəni, ürəyindən keçdi. Ürəyi yandı, qayğısına qaldılar. Frazeoloji birləşmədir və elə düzgün olan da D variantıdır. Y variantında ona işi düşdüyündən qabağa düşüb saraya getdi. Burada işi düşmək sadəcə bir frazeoloji birləşmə var. Ona görə düzgün olan D variantı oldu. 93. Cədvəldən bütün uyğun sözləri müəyyən edin. Düzəltmə sözün kökü amonim olsa da özü amonim deyil. Birinci sözdə sözün kökü demək, bağlı sözün həm kökü, həm özü amonimdir. İndi izah edeyim. Bağ sözü həm ip mənasında, həm də bağ, yəni ağaclıq, yaşıllıq olan məkan mənasında olan bağ amonimdir. Bir də bağlı. Bağlı, yenə ağaclıq, yaşıllıq olan yer mənasında bağlı. Bir də var ki, bağ, ip mənasında, bir də var bağlı. Məsələn, bağlı qapı. Burada isə sifət kimi işlənir, bağlı. Bağlı qapı. Bağ sözündən, yəni ip sözündən l şəkilçisi artırılaraq sifət yaranır. Bağlı qapı, necə qapı? Ona görə bağlı sözün həm kök, həm özü amonim ola bilir. İkincidə yaşıd. Yaşıd sözün özü amonim olmasa da, amma sözün kökü yaş, həm isim, insanın yaşı, həm də yaş ağac mənasında sifət kimi işlənir. Yəni, həm isim, həm sifət kimi. Ona görə yaşıd sözünün özü amonim olmasa da, yəni sözün kökü olan yaş amonim ola bilir. Burada nə deyir? Düzəltmə sözün kökü amonim olsa da, özü amonim deyil. Ona görə ikinci aiddir. Üçüncüdə qansız. Qansız sözü özü amonim deyil, amma kök amonim ola bilir. Qan, insanın qanı. Bir də var qanmaq feili. Həm isim, həm də demək feil kimi işlənir. Qan, insanın qanı, qanmaq feili kimi. Yəni, başa düşmək, qanmaq o mənada. Ona görə 2-3 aiddir. Biri aid etmirəm. Çünki həm sözün kökü, həm özü amonim ola bilir. 2-3-də sadəcə kök amonim ola bilir. Sağ xanada sözün həm kökü, həm də özü amonimdir.
Yaylıq sözü, demək kökə baxıram yay. Yay həm feil ola bilər, yaymaq. Məsələn, xəmir yaymaq. Həm də fəsil mənasında yay ola bilər. Amonimdilər, yəni həm feil ola bilər, həm də fəsil mənasında ola bilər. Yay fəsli məsələn. Yaylıq. Yaylıq həm insan belə deyə işlətdiyi əşya mənasında yaylıq, həm də məsələn sifət kimi işlənə bilər. Məsələn, yaylıq geyim. Yəni məsələn yaylıq ayaqqabı, yaylıq geyim. Necə geyim, necə ayaqqabı, yəni yayda geyilən paltar və yaxud da ayaqqabı o mənada yaylıq. Ona görə 2, 3, 4, 5-ə baxıram qaralmaq. Qaralmaq sözündə isə sözün özü amonim olmur, amma sözün kökü qara sözü amonimdir. Amonim ola bilir. Qara sifət, bir də var qara, aşın qarası. Qara sifət, bir də var aşın qarası. Yəni aşın aşa belə deyək, tökülən qara. Yəni o mənada. 5-ci aid deyil, 6-cı yaralı sözü. Yaralı sözü özü amonim olmur, amma sözün kökü yardır. Yar həm sevgili mənasında, həm də yarmaq feili kimi. Yəni həm isim, həm də feil kimi amonim ola bilir. Ona görə sözün həm kökü, həm də özü amonimdir, yaylıq. Düzəltmə sözün kökü amonim olsa özü amonim deyil, 2, 3. 2, 3, 4 A variantı. Klasteri tamamlayın. Amonim kimi çıxış edə bilir. C və D variantında olan sözlər. İndi baxıram. Dava sözü amonim ola bilməz. Dava insan dava edir. Dava. Demək dava sözü həm dava dərman, həm də dava. Uzanma varsa dava, müharibə o mənada gedir. Ona görə birində uzanma var, birində uzanma yoxdur. Uzanma olduğuna görə amonim ola bilmir. Yəni sırf uzanma olduğuna görə məna dəyişir deyə amonim kimi çıxış edə bilməz. Demək, məsələn, vurğusuna görə dəyişən sözlərdə amonim olmur və dava sözündə də uzanma olduğuna görə amonim ola bilmir. Ona görə bir söz var, yaxalamaq. İndi yaxalamaq sözü olduğuna görə yaxalamaq sözünə aid olan fikirləri sıralamaq lazımdır. Bir D, demək, B variantına baxıram. Söz A variantlı söz uzun tələffüz olunur. Bu dava sözünə aiddir. Bu söz amonim olmur, bildiyimiz kimi. Yaxalamaq sözü amonim deyil. A variantı aid deyil. B variantında yazıçı deyiliş fərqlənən sözün vurğusu. Yazıçı deyiliş fərqlənirmi? Yaxalamaq, bəli. Sondakı samit dəyişir, x olur. Yaxalamaq. Yazıçı deyiliş fərqlənən sözün vurğusu dəyişmədən leksik mənası müxtəlif cür düşünülə bilir. Bəli. Yaxalamaq sözün vurğusu dəyişmir. Vurğu hər iki mənada da sondadır. Leksik mənası müxtəlif cür düşünülə bilirmi? Bəli. Birinci məna odur ki, yaxalamaq. Məsələn, meyvəni yaxalamaq, yumaq mənasında yaxalamaq. Burada sadə yəni bu Y variantındadır artıq. Demək, mənasını izah edim. Bir var yaxalamaq, yumaq, bir də var tutmaq mənasında yaxalamaq. Leksik mənası iki cür düşünülə bilirmi? Bəli. Bir də 2B Y variantı amonim taylarından biri sadə, digər düzəltmədir. Aha. Demək, yaxalamaq sözü yumaq mənasında sadədir. Yaxala sözüdür, yəni. Bir də var ki, demək, yaxalamaq, yumaq mənasında sadədir. Demək, oradakı lar şəkilçisi kimi görünür, amma bu belə deyil. Söz elə yaxaladır, yudur. Yəni, yumaq mənasındadır. Bir də var düzəltmə kimi işlənir. Bu zaman necə olur? Bu zaman isə tutmaq mənasında olan zaman. Demək, yumaq mənasında olan zaman sadə, tutmaq mənasında olan zaman düzəltmə olur. Məsələn, tutmaq. Yəni, kimisə tutmaq mənasında yaxa sözündən yaranır. Yaxa, yəni insan, demək, tutursan da yaxa sözündən yaranır. Yaxalamaq. Bu zaman isə düzəltmə olur. Demək, yumaq mənası sadə, tutmaq mənası düzəltmə. 1 D, 2 B, Y. F-də sözün F variantında sözün amonim tayları eyni nitq hissəsinə aiddir. Düzdür, hər ikisi də feil. Yəni, yaxalamaq mənasında, yumaq mənasında da feildir, tutmaq mənasında da feildir. 1 D, 2 B, Y, F, C variantı düzgündür. 95. Demək, rəqəmlərin yerinə
ardıcıllıqla yazılmalıdır. Birinci demək, qurum, mürəkkəb, ötmək sözləri. A variantında bir də istənilən halda amonim kimi çıxış edir, bu səhvdir. Qurum sözü iki halda amonimdir, digər halda amonim deyil. Demək, hansı halda amonim ola bilir? Qurum təşkilat mənasında, qurum sözü təşkilat mənasında və tüstünün yaratdığı qurum, yəni maddə mənasında amonimdir. Bir də var ki, qurum, mən qurum. Bu zaman isə demək, sözün başlanğıc forması qur feili olur. Və qurum iki mənada amonim oldu. Bir də var sadə söz kimi mən qurum. Mən qurum. Bu zaman isə amonim olmur. Ona görə birinci səhv oldu. İkinci də sinonim olan sözlərdir. Baxaq görək həqiqətən belədir. Mürəkkəb sözün sinonim nə ola bilər? Mürəkkəb sözün mənası çətin ola bilər, qəliz ola bilər, bu sözlər ola bilər. Var. Demək, ötmək sözünə baxırıq. Ötmək sözünün sinonim nə ola bilər? Keçmək. Üçüncüdə sözlərdən birinin antonimi yoxdur. Mürəkkəb sözünün antonimi asan ola bilər. Qurum sözünün demək, antonim nə ola bilər? Yoxdur. Demək, ikinci və üçüncü düzdür, amma birinci səhv oldu. B variantına görə A variantı aid deyil. B variantında his mənasında da işlənir. Qurum, his düzdür. İkinciyə baxıram, amonimliyə malikdir. Mürəkkəb sözü amonimliyə malikdirmi? Mürəkkəb həm çətin sifət kimi işlənə bilir, həm də mürəkkəb qələmin mürəkkəbi. Yəni qələmin belə deyək, yazmaq üçün qələmdə olan maddəyə də deyilir mürəkkəb. Amonimdir, mürəkkəb sözü düzdür. Ötmək sözü keçmək mənasında, məsələn, ötdü, keçdi mənasında, amonim demək. Bir mənası budur, ötmək sözünün, ötmək, keçmək. Bir də var ki, quşlar ötdü, yəni oxudu mənasında. Bu zaman amonimliyə malik ola bilir. Demək, birinci, ikinci fikirlər düzdür. Üçə baxıram. Leksik mənasını üç yolu izah etmək olar. Bu, qurum və mürəkkəb sözlərinə aiddir. Leksik mənası üç yolu izah etmək olarmı? Mürəkkəb sözünü, məsələn, kök və şəkilçiyə ayıra bilmərik. Məsələn, belə deyək də, mürəkkəb sözünə sözün leksik mənasını hansı yolu izah etmək olur? Demək, sözün antonimliyini tapmaq, sinonimliyini tapmaq, sözün leksik mənasını tapmaq və sözü kök və şəkilçiyə ayırmaqla, burada leksik şəkilçini nəzərdə tuturam. Yəni, bu cür olmalıdır. Burada deyir ki, leksik mənası üç yolu izah etmək olar. Mürəkkəb sözünün leksik mənasında, demək, mürəkkəb sözün demək, antonimliyi, sinonimliyi, sözün leksik mənası və kök və şəkilçiyə ayırmaqla. Yəni, bu cürə izah etmək lazımdır. Mürəkkəb sözün antonimliyi asan, leksik mənası çətin mənasındadır. Mürəkkəb sözün sinonimi çətin, antonimi asan, amma belə deyək. Mürəkkəb sözün leksik mənası da demək, mürəkkəb, çətin mənasında da işlənə bilər, amma eyni zamanda mürəkkəb həm də qələmin mürəkkəb mənasında işlənə bilər. Üç yolla izah etmək olar mürəkkəb sözünü. Qurum sözünə baxıram. Qurum sözünün leksik mənasında qurum sözünün antonimi demək, dağıtmaq, qurmaq, dağıtmaq ola bilər antonimi. Sinonimi qurmaq, yaratmaq. Demək, qurmaq sözü qurmaq, dağıtmaq,
antonim ola bilər. Sinonimi qurmaq, yaratmaq. Demək, qurmaq sözünün dedik ki, amonim də ola bilər də, amma amonimlik belə deyil, leksik mənası 3 yolla izah etmək olar. Amonimliyi leksik mənası izah etmə üsulu kimi aid edə bilmədiyimiz üçün ümumilikdə leksik mənası 3 yolla izah etmək fikri səhvdir. Çünki demək, qurum sözünü kök və şəkilçiyə ayıra bilirik. Antonim, sinonim ola bilir, amma mürəkkəb sözündə dedik, antonimli olur, sinonimli olur, amma mürəkkəb sözünü biz kök və şəkilçiyə ayıra bilmirik. Yəni, leksik şəkilçi lazımdır. Mürəkkəb sözünə leksik şəkilçi yoxdur. Amma qurum sözündə, qur sözündən qurum, təşkilat mənasında. Yəni, qurum, təşkilat mənası işlənən zaman, bu zaman qur, qurum, leksik şəkilçi işlənir. Amma mürəkkəb sözündə leksik şəkilçi işlənmədiyi üçün bunu biz kök və şəkilçiyə ayıra bilmirik. Ona görə üçüncü də yanlışdır. Yəni, kök və 3 yolla izah etmək olar fikri mürəkkəb sözünə aiddir. Çünki sözü kök və leksik şəkilçiyə ayıra bilmirik. C variantında birincidə cəmiyyət anlamını da verir. Qurum sadəcə təşkilat mənasını verir, cəmiyyət yox. İkincidə amonim taylar eyni nitq hissəsinə aiddir. Mürəkkəb sözü həm isim, qələmli mürəkkəb, həm də çətin mənasında sifətdir. Amonim taylar eyni nitq hissəsinə aiddir fikri yanlışdır. Ötmək sözü keçmək, bir də quşlar ötdü, oxudu mənasında düzdür. Demək, mürəkkəb sözün amonim tayları fərqli nitq hissəsinə aid isim, sifət. Ötmək sözünün isə amonim tayları eyni nitq hissəsinə aiddir, feil. Birinə aiddir, birinə aid deyil. 3-ə baxıram, arxaizm kimi işlənə bilir? Yox, 3 də aid deyil. D variantında sinonimi yoxdur. Qurum sözünün sinonimi sinonim ola bilər. Qurmaq sözünün qurmaq, yaratmaq mənasında qurum, qur, yarat. Məsələn, o mənada ola bilər sinonim. Amma burada yazıb yoxdur, bu səhvdir. İkincidə sinonim ola bilər. Mürəkkəb sözü sinonimi çətin ola bilər. Ötmək sözünün sinonimi keçmək ola bilər. Bu düzdür. Antonimi yoxdur. Bu da səhvdir. Mürəkkəb sözün antonimi var, asan. Qurum sözünün də antonimi qurmaq, dağıtmaq ola bilər. Ona görə antonim yoxdur, fikri səhvdir. Y variantını amonim kimi işlənə də bilər, işlənməyir. Düzdür, bayaq dedim ki, yəni qurum sözü həm amonim ola bilər, həm amonim. İki mənada amonimdir, bir mənada amonim deyil. Qurum təşkilat, bir də var tüstünün yaratdığı qurum, maddə mənasında. Yəni peçdə olan o qurum mənasında amonimdir. Bir də var ki, amonim olmayan qurum, mən yaradım. Bu zaman isə orada belə deyək, leksik yox, qrammatik şəkilçi olur və sözün başlanğıc forması qur feili olur. O zaman 2 qurum oldu amonim, bir söz oldu, bir mənada oldu qur. Bu da amonim ola bilməz əlbəttə, çünki başlanğıc forma fərqlidir. Ona görə birinci düzdür. İkincidə mürəkkəb və ötmək sözlər amonim kimi işlənir. Mürəkkəb söz, ötmək söz amonim kimi işlənir, düzdür. Mürəkkəb çətin, eyni zamanda qələm mürəkkəbi kimi işlənə bilər, isim, sifət. Ötmək sözü keçmək, oxumaq mənalarında, məsələn, ötmək, keçmək, bir də var bülbüllər ötdü. Yəni oxudu mənasında amonim kimi işlənə bilər, düzdür. 3-də amonim olan bu sözün sinonimliyi də var. Mürəkkəb və qurum sözdə amonimliyi var, bayaq dedim. Mürəkkəb çətin, mürəkkəb isim, qələmi mürəkkəbi, qurum təşkilat, qurum peçin yaratdığı maddə, yəni tüstünün yaratdığı maddə mənasında qurum. Amonim kimi işlənirmi? Bəli. Sinonim varmı? Qurum sözünün sinonimi təşkilat, qurum, bu mənada sinonim ola bilər. Mürəkkəb sözün də sinonimi nə ola bilər? Çətin ola bilər. Ona görə də Y variantı hamısında düzgündür. 96. Hansı sözü sual işarəsinin yerinə yazsaq, doğru və yanlış fikirlərin sayı bərabər olar. Qol sözü amonim kimi işlənirmi? Bəli. İnsanın qolu, bir də var imza mənasında qol. Antonim varmı? Qol. Antonimi yoxdur.
Çox mənalığa malikdirmi? Bəli. Sinonim varmı? Qol, imza. Bəli. Demək, qol sözü amonim kimi işlənir. Çox mənalığa malikdir. İnsanın qolu, ağacın qolu, çayın qolu. Yox, insanın qolu, üzr istəyirəm, həqiqi mənadadır. Ağacın qolu, çayın qolu çox mənalığa malikdir. Sinonim kimi işləndisə qol, yəni imza mənasında, elə qol sözün sinonimi imza sözü ola bilir. Ona görə 3 belə deyək. Fikir uyğun gəldi. Yanlış və doğru belə deyək sayca bərabər olmadı. 3 doğru, 1 yanlış oldu. B variantına baxıram. Sürətli amonim kimi işlənə bilirmi? Yox. Antonim varmı? Bəli. Sürətli, yavaş. Çox mənalığa malikdir. Sürətli sözün məcazi mənada necə işlədə bilərik ki? Sürətli yox, çox mənalığa malik deyil. Demək, hələ ki bir düz oldu. Sinonim var. Sürətli sözün sinonimi cəld ola bilər. Ona görə antonim var, sinonim var. Fikirlər düzdür. Amonim kimi işlənə bilir. Çox mənalığa malikdir, səhvdir. Doğru və yanlış fikirlər sayca bərabər oldu. Antonim var, yavaş. Sinonim var, cəld. B variantı düzgündür. C variantı. Bağ, amonim kimi işlənə bilirmi? Demək, bağ, ağaclıq olan, yaşıllıq olan yer mənasında. Bir də var bağ, ip mənası amonim düzdür. Antonim varmı? Yoxdur. Çox mənalığa malikdir. Məsələn, sevgi bağı. Yəni, sevgi bağı. Burada bağ, məkan mənası yox, ip mənasında işlənir. Yəni, bir bağlılıq, bağ var orada. Sevgi bağı, o mənada çox mənalığa malikdir. Sinonim varmı? Bəli, ip mənasında bağ, ip. Bağ sözü təkcə məkan yox, həm də ip mənasında işlənir. Ona görə, demək, antonim, üzr istəyirəm, amonim var, çox mənalığa malikdir, sevgi bağı. Demək, amonim kimi işlənə bilir, çox mənalığa malikdir və sinonim var. Amonim kimi bağ, məkan mənasında, bir də var, ip mənasında amonim. Çox mənalı kimi sevgi bağı, bu zaman məcazi mənada işlənir. Sinonim varmı? Bəli, ip mənasında. Burada 3 doğru, 1 yanlış oldu. D variantı dənizçi. Amonim kimi işlənmir. Antonimi yoxdur. Çox mənalığa malik deyil. Sinonim varmı? Yox. Üzr istəyirəm. Yol sözü. Amonim kimi işlənir. Bəli, getdiyimiz yol. Bir də var feil kimi yol. Antonim varmı? Yol. Yoxdur. Demək, amonim var. Bəli. Antonim varmı? Yoxdur. Çox mənalığa malikdir. Məsələn, həyat yolu. Məcazi kimi işlənə bilir də. Yəni, çox mənalığa malikdir. Düzdür. Sinonim var. Bəli. Sinonimi yolmaq. Yəni, yolmaq nədir? Belə deyək də, qoparmaq mənasında yolmaq. Yəni, məsələn, yol sözü sinonim ilə qoparmaq ola bilər. Çünki hər ikisinin mənası bir-birinə uyğundur. Amonim kimi işlənir. Gedilən yol, yolmaq, qoparmaq mənasında çox mənalığa malikdir. Həyat yolu, o mənada yol. Bir də var, sinonim varmı? Bəli. Yəni, yolmaq feildir də, həm də bir mənada. Onun da sinonimi qoparmaq ola bilər. 3 doğru, 1 yanlış. Demək, həm 2 doğru, 2 yanlış olan B variantı oldu ki, doğru, yanlış fikirlər sayı bərabərdir. %97. Nailiyyət sözünün leksik təhlillə bağlı üzr istəyirəm, uyğunluğu müəyyən edin. Sinonimi. Nailiyyət sözü isimdir. Birincidə yazıb sinonim müvəffəqiyyət. Müvəffəqiyyət. Bu düzdür. İkincidə uğurlu sifətdir. Nailiyyət isim uğurlu sifət, bir-birinin sinonim olmaz, çünki fərqli hissələrdir. Üçüncüdə uğursuzluq. Uğursuzluq ola bilər. Əgər uğursuz olsaydı o zaman olmaz, çünki uğursuz sifətdir. Nailiyyət sözü də isimdir. Amma uğursuzluq deyirsə, luq şəkilçisi sifətdən isim yaradıb. Nailiyyət isimdir, uğursuzluq da isimdir. Ona görə antonimi düzdür, yəni
Hər ikisi isimdir. Antonimlər hər zaman eyni nitq hissəsinə aid olmalıdırlar. Demək, 1, 3, dördüncü məğlubiyyət. Nailiyyət. Demək, uğursuzluq. Antonimi məğlubiyyət. Məğlubiyyət. Nailiyyət isimdir. Məğlubiyyət. Nailiyyət, məğlubiyyət. Demək, dördüncü də uyğun gələ bilməz. Nailiyyət uğurlu olmaq deməkdir. Məğlubiyyət. Dördüncü də uyğun ola bilməz. Leksik təhlillə bağlı uyğunluğu müəyyən edin. Məğlubiyyət. Antonimlər hər zaman eyni hissəsinə aid olmalı. Demək, 1, 3, demək, 1, 3, məğlubiyyət sözü əslində antonim ola bilməz. Məğlubiyyət sözünün antonimi qalibiyyət ola bilər. Çünki nailiyyət sözünün antonimi artıq uğursuzluqdur. Nailiyyət uğursuzdur. Amma məğlubiyyət deyəndə sanki nailiyyət sözü məğlubiyyət biraz məna baxımından bir-birindən birazcıq uzaq anlayışlardır. Çünki məğlubiyyətin belə deyək, əksi qalibiyyətdir. Nailiyyətdə isə uğursuzluqdur. Demək, 1, 3, leksik mənası. 5-də hər hansı bir sahədə işdə əldə edilmiş yaxşı nəticə. Bu da düzdür. Bəxt səadət deməkdir, xeyr. 6 səhvdir. Demək, 2, 4, 6 səhvdir. 1, 3, 5 düzdür. D variantı. 98. Hansı cümlədə frazeoloji birləşmə olub-olmadığını dəqiq demək olmur. A variantında. Atasının cinayətinə mindiyini görən uşaq ağlamaya başladı. Burada frazeoloji birləşmə çünki məcazi mənadadır. A variantı aid deyil. B variantı baş verən hadisələrə görə halı qarışan əli kişi dəyirmanın önündə kiçik daşın üstündə əyləşdi. Halı qarışan. Burada da frazeoloji birləşmə var. C variantı əlinin xəncərini başının altında saxlayırdı. Burada frazeoloji birləşmə yoxdur. D variantı düşünürdü ki, olanların nəticəsində başı ağrıyacaq. Başı ağrıyacaq həm həqiqi, həm məcazi mənada işlənə bilər. Məsələn, düşünürdü ki, olanların nəticəsində başı ağrıyacaq. Yəni, yaxşı olmayacaq mənasında başı ağrıyacaq. Bir də bu mənada işlətmək olar. Düşünür ki, olanların nəticəsində başı ağrıyacaq. Yəni, həqiqi mənada işlənə bilər. Məsələn, hava soyuq keçib və insan belə deyək də insan məsələn belə deyək ki, məsələn, yağışlı, soyuqlu havada insan həyətdə işləyir və belə deyək də, əvvəl hava belə deyək, o qədər yağışlı deyil, amma uzaq bir belə deyək də, özünün sahəsi var, işləməyə gedir və bir müddətdən sonra hava başladı yağmağa və o insanın soyuq oldu. Və nəticədə o insanın həqiqi mənada başı ağrıyır, yəni xəstələnir, o mənada başı ağrımaq. Ona görə D variantını dəqiq demək olmur. Y variantı dostuna etdiyi yaxşılıqları bir an içində onun başına qalxdı. Başına qalxmaq burada sadəcə məcazi mənada işlənir. Belə deyək, həqiqi mənada işlənmir. Ona görə sadəcə belə frazeoloji birləşmə kimi düşünmək olur. Amma D variantını dəqiq demək olmur. 99. Cədvəldə fərqləndirilən söz məcazi mənalıdırsa, cədvəldə fərqləndirilən söz məcazi mənalıdırsa, yer aldığı cümlənin qarşısına yıxana qədər demək,
Məcazi isə xana qara olmalıdır. Həqiqi isə ağ olmalıdır. İndi görək hansında bu şərt pozulub. Birincidə, demək ağdırsa, demək həqiqi mənada olmalıdır. Qırmızı çalmalı yoldaşına baxdı. O da razılıqla başını tərpətdi. Burada həqiqi mənadadır. Ona görə biri aid etmirəm. Yəni burada şərt pozulmayıb. Çünki ağ olanlar həqiqi mənada olmalıdırlar. Və burada da həqiqilik gözlənilib. İkincidə qızlı saçları yavaş-yavaş ağarmağa başladı. Qızlı burada məcazi kimi işlənib. Yəni insan saçı qızıl olmur, qızılı kimi olmur. Ola bilər sarı olsun, ola bilər biraz daha parlaq olsun. Amma qızılı burada belə deyək, məcazilik. Bir dəqiqə. Qara xanı olanlar məcazidir. Cədvəldə fərqlərin sözü məcazi mənalıdırsa, yer aldığı cümlənin qarşısına xana qara, həqiqi mənalıdırsa, yer aldığı cümlənin qarşısına xana ağ rəngdə olmalıdır. Qızlı saçları yavaş-yavaş ağarmaya başladı. Demək, qaradırsa məcazidir, ağdırsa həqiqidir. Demək, onda belə çıxır ki, qızlı saçları burada həqiqi mənada işlənir. Çünki qızlı saç deyə bilərik. Amma yəni qızılı rəngə çalan saç. Ona görə ikincidə uyğunluq pozulub. Çünki həqiqi mənada işlədə bilərik. Üçüncüdə ovçu ovunu ləpirindən tanıyarmış. Ağ xanada nə deyir? Ağ rəng həqiqi mənada olub. Demək, üçüncü düzdür, çünki həqiqi mənadadır. Dördüncü, Nurəli dayın iti quyruğu üstə şöngüyüb aram-aram hürürdü. Şöngümək biraz demək, qara xanada olan məcazi mənalıdır. Məcazi mənadadır. Nurəli dayının iti quyruğu üstə şöngüyüb aram-aram hürürdü. Qara olanlar məcazi, ağ olanlar həqiqi. Burada həqiqidir də, yəni burada məcazilik bir şey yoxdur. Ona görə 4də səhvdir, uyğunluq pozulub. 5də hər səhər bu meşəni qızıl qübbəli məbədlərdə çalınan zəng səsləri oyadırdı. Belə deyək, meşə necə oyana bilsin? Meşənin oyanmağı ola bilməz. Bu sadəcə insan mənasında işlənər, insan oyana bilər. Amma meşə necə oyansın? Yəni burada məcazilik var. Ona görə ağ xanada da həqiqilik olmalı idi. Amma burada məcazilik olduğu üçün uyğunluq pozulub. Yəni burada qara olmalı idi, amma ağ verilib. Ağ olanlarda da həqiqilik olmalıdır. 5 də səhvdir. Demək 4, 5 səhv oldu. Bir də ikinci səhv oldu. 1 və 3 düzdür. 2, 4, 5 C variantı. 100də doğru fikirləri müəyyən edin. Demək, doğru fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən edin. Birinci, tale, müqəddərat, qismət sözləri sinonimdir. Düzdür. İkinci, təşviş, təlaş, narahatlıq, nigaranlıq sözləri içərisində bir söz sinonimlər cərgəsini pozur. Doğru fikirlər lazımdır. Bir düz oldu. Təşviş, təlaş, narahatlıq, nigaranlıq. Burada səhvlik var. Çünki sözlərin hamısı bir-birini tamamlayır. Təşviş, təlaş, narahatlıq, nigaranlıq. Yəni insan narahat olması, belə deyək, nigaran qalması mənasındadır hamısı. Amma burada deyir ki, sinonimlər cərgəsini pozur hansı söz. Belə bir söz yoxdur. 3də mesenat və xeyriyyət sözləri yaxın mənalıdır. Bəli, bu da düzdür. 4də ilk və birinci sözlər eyni nitq hissəsinə aid sözlər olduqları üçün sinonimdir. 4 səhvdir, çünki ilk sözü sifət, birinci sözü saydı. Ona görə 4 səhvdir. 5də vaxt və çağ sözləri sinonimdir, bu da düz. 4 səhv oldu, 2 səhv oldu, 1, 3, 5 düzdür, Y variantı. 101. Kökü sifət olan sözün eyni nitq hissəsinə aid amonim tayının sinoniminin də işləndiyi bəndi seçin. Kökü sifət olan sözün eyni nitq hissəsinə aid amonim tayının sinoniminin də işləndiyi bəndi seçin. A variantında. Getdikcə kürləşən uşaq təmiz pərdələri də batırdı.
Burada kökü sifət belə deyək. Düzəltmə söz burada hansıdır? Kürləşən düzəltmə söz burada hansıdır? Kürləşən sözüdür. Və kürləşən sözün kökü kürdür. Yəni kür sifəti. Yəni dəcəl mənasını bildirir. Kür sözünün amonimi isə, amonim tayı isə təmiz deməkdir. Yəni kür sözünün amonim sözdür və onun iki mənası var. Bir dəcəl, bir də təmiz mənasında. İndi deyək ki, kökü sifət olan sözün, kürləşən sözün kökü kürdür. Eyni nitq hissəsinə aid amonim tayının, eyni nitq hissəsinə aid amonim tay hansıdır? Kür, təmiz mənasını işlənir bir də. Sinoniminin də işləndiyi ilə təmiz sözüdür. Yəni kür və təmiz bir-birinə sinonim ola bilir. Çünki kür həm də təmiz mənasını bildirir. Ona görə düzgün olan A variantı oldu. Yəni kür, dəcəl həm də təmiz mənasını bildirir. Təmiz mənasında olan söz ilə cümlədə verilib təmiz. Yəni sinonimi işlənib. A düzdür. Elə düzgün olan da bu variantdır. B variantı. Bugün çox qəmgin görünən Elmirin çöhrəsindəki bu kədərin səbəbi sən demə atasıymış. Qəm sözü. Amonim tayı yoxdur. Ona görə B səhvdir. C də bir vaxt mirvari kim parıldadığın bir qəlbi incitdiyini unutma. İnci sözü, məsələn incitmək sözündə inci sözü feil ola bilər, isim ola bilər. Burada da yoxdur. D variantı. O qədər döyülmüşdü ki, bütün bədəni göyərmişdi. Göy sözünün amonimi demək göy. Həm rəng, həm də səma mənasındadır. Kökü sifət olan sözün eyni nitq hissəsinə aid amonim tayının sinonimi də işləndiyi bəncə o qədər döyülmüş ki, bütün bədəni göyərmişdi. Və bu məqamda o da məqamda edə biləcəyi yeganə üzünü səmaya tutub yalvarmaq olacaqdı. O qədər döyülmüşdü ki, bütün bədəni göyərmişdi. Göyərmiş sözü burada belə deyək də biraz göyərmişdi. Kökü sifət olan sözün, göyərmiş sözün kökü göyərmişdi. Eyni nitq hissəsinə aid amonim tayının. Burada eyni nitq hissəsi deyir axı. Göy sözü sifətdir. Göy sözü sifətdir. Göy amonim tayı isə isimdir. Yəni burada eyni nitq hissəsi olmur. Məsələn, kür sözündə təmiz və dəcəl hər ikisi sifətdir. Hər iki mənası. Amma göy sözünün hər iki belə deyək amonim tayı eyni nitq hissəsi deyil. Biri göy sifəti, bir də göy ismidir. Yəni səma mənası. Düzdür, burada səma yazdım. Amma burada nə deyir? Kökü sifət olan sözün eyni nitq hissəsinə aid amonim tayının. Göy sözü düzdür sifət, amma onun amonim tayı eyni nitq hissəsi deyil, isimdir. Ona görə D variantı da aid deyil. Y variantı. Fabrikdə qızğın iş gedir. Hər kəsin simasında cümlə tamamlanmayıb. Fabrikdə qızğın iş gedir. Burada da belə bir söz yoxdur. Ona görə düzgün olan A variantı oldu. 102. Rəqəmlərin yerinə ardıcıl yazılaraq rəqəmlərin yerinə ardıcıl yazılacaq fikirləri müəyyən edin. Demək, bizlədim, ayaqladım, başladım. Kökü əvəzliklə amonimdir, düzdür. Biz, ayaqqabı bizi, yəni ayaqqabı tikmək üçün olan biz, bir də var əvəzlik. Kökü əvəzliklə amonimdir, düzdür. İkincidə ayaqladım, başladım sözləri üçün. Hər ikisi üçün demək çox mənalı ola bilərmi? Ayaqladım. Ayaqladım, başladım. Kökü çox mənalıdır. Ayaq sözün kökü çox mənalıdır. Bəli, stolun ayağı. Stolun ayağı ola bilər. Sonra başladım sözündə baş.
dağın başı. Çox mənalıdır, düzdür. Üçüncüdə bu sözlərin demək, quruluşca yalnız bir cür düşünülür. Bunların hamısına aiddir. Bizlədim, ayaqladım, başladım. Quruluşca yalnız bir cür düşünülür. Bizlədim. Bizlədim sözü yalnız bir cür düşünülür. Bəli. Çünki əvəzlik kimi biz bunu işlədə bilmərik. Bu sadəcə biz, ayaqqabı bizi, bizlə və dim. Düzəltmədir. Ayaqladım sözü ayaqladım. Yenə düzəltmədir. Başladım. Yenə də düzəltmədir. Ona görə hamısı burada düzdür. Elə A variant düzgündür. B-də kökü əvəzlik homonimdir. Biz sözün düzdür. Kökü çox mənalıdır. Yenə düzdür. Quruluş iki cür düşünülür. Üçüncü yanlışdır. C-də başlanğıc forması iki cür düşünülə bilər. Səhvdir. Bizlədim sözü başlanğıc forması iki cür düşünülə bilmir. İkinci, təpikləmək sözlə sinonim ola bilər. Düzdür. Feili yalnız demək, təpikləmək sözlə sinonim ola bilərmi həqiqətən? Bir də fikirləşək. Təpikləmə, ayaqladım, təpiklədim. Düzdür, ola bilər. Feilin yalnızca bir şəklində xəbərli şəkilçisi işlənmiş hesab olunur. Başlatmaq. Ayaqladım, burada ancaq zaman şəkilçisi kimi işlənə bilər. Məsələn, bizlətmək mənasında. Kiməsə bizlətmək, kiməsə ayaqqabı düzəltmək mənasında. Burada təkcə xəbərlik şəkilçisi kimi işlənə bilməz. Kiməsə ayaqqabını bizlətmək. Bizlədim. Yox, elə düzdür. Zaman şəkilçisi kimi işlənir. Bizlədim sözü, ayaqladım sözü. Yenə də zaman şəkilçisi kimi işlənə bilər. Başladım sözü, başladım. Başladım söz, amma təkcə zaman şəkilçisi kimi, yəni xəbərli şəkilçisi işlənə bilməz. Demək, ilk iki söz zaman şəkilçisi kimi işlənir, yəni xəbərli şəkilçisi kimi. Amma başladım sözü həm xəbərli şəkilçisi kimi, demək, feilin yalnızca bir şəklində xəbərli şəkilçisi işlənmiş hesab olunur. Bizlədim, ayaqladım, başladım. Başladım sözündə isə həm başladım, zaman şəkilçisi kimi, mən başladım, zaman və şəxs şəkilçisi kimi, həm də başladım, mən başladım. Burada isə leksik şəkilçisi kimi. Demək, başladım sözü həm zaman şəkilçisi kimi, zaman şəkilçisi və qrammatik həm zaman, həm şəxs şəkilçisi kimi işlənə bilər. Başladım sözü həm də leksik şəkilçisi kimi işlənə bilər. Başlatım, mən başlatım, neysə. Başladım o mənada. Ona görə 3 yanlışdır. İkisində xəbərli şəkilçisi işlənər. Birində isə həm işlənər, həm də başqa belə deyək formada da işlənə bilər. D variantında kökü isimlə amonimdir. Düz, bir dəqiqə. Kökü isimlə amonimdir, düzdür. Biz sözü isim ola bilər. Kökü amonimdir. Ayaq sözü amonim ola bilmir. Çox mənalı ola bilir. Baş sözü çox mənalı ola bilir. Quruluşca düzəltmədir. Demək, baş, ayaq sözləri çox mənalı oldu, amonim olmadı. Biz sözü amonim ola bilir, yəni isim kimi amonim ola bilir. O da kökdə amonim ola bilir. Üçdə quruluşca düzəltmədir. Başladım, ayaqladım, bizlədim, düzdür. Amma D variantında ikinci uyğun gəlmədiyinə görə D də səhvdir. Digərləri düzdür. Y-də vurğuya görə mənası dəyişir. Məsələn, bizlədim, mən bizlədim, mən bizlət. Ola bilər, vurğusuna görə fərqli formalarda düşünülə bilər. Mən bizlədim, mən bizlətim. Ola bilər, başlanğıc forması yox, ancaq kökü çox mənalıdır. Ayaqlamaq sözü. Ayaqlamaq. Düzdür.
Başlanğıc forması yox, ancaq kökü çox mənalıdır. Başlamaq. Baş sözü çox mənalıdır. La, başla. Amma başlamaq sözü kökü çox mənalı ola bilsə də, başla sözü də çox mənalı ola bilər. Başlamaq. Məsələn, düşünməyə başladım. Düşünməyə başladım. Yox. Elə sözün hər ikisində də kök çox mənalıdır, amma sözün ancaq kökü çox mənalıdır. Üçüncüdə nə deyir? Sözün leksik mənası ən azı bir dəfə dəyişib. Bu da yanlışdır. Bir neçə dəfə dəyişə bilər leksik məna. Çünki bizlədim sözlə başladım sözü müxtəlif mənalarda düşünülə bilər. Ayaqladım sözü yox. Amma bizlədimlə başladım fərqli mənalarda düşünülə bilər. Bir var bizlədim, keçmiş zamanda. Bir də var mən bizlətdim, mən bizlətdim. Başladım, keçmiş zamanda. Bir də var mən başladım. O mənada. Ona görə leksik mənası ən azı bir dəfə dəyişib. Hamısını aid edə bilmərəm. İzlədim, başladım aiddir, amma ayaqladım sözünə aid deyil. Çünki ayaqladım sözü ancaq ayaqladım keçmiş zamanda işləyir, amma ayaqlat olmur. Amma başlamaq sözünə başladım, başlat olur. Bizlədim, bizlət olur. Bizlət, ayaqqabını bizləmək. Bizlədim, bizlət. Ona görə sözün leksik mənası ən azı bir dəfə dəyişib. 1 və 2-yə aiddir, yəni ən az deyərkən 2 dəfə dəyişib nəzərdə tutur, yəni birdən çox. Amma ayaqladım söz sadəcə bir dəfə dəyişir. Ayaqladım, bu sadəcə zaman mənasında işlənir. Ona görə 102-nin demək, 102-yə uyğun olan A variantıdır. 103. Amonimliyi olmayan sözü müəyyən edin. Fəsil sözün amonimliyi var. Elə fəsil mənasında. Bir də var kitabda olan fəsil. Birinci fəsil, ikinci fəsil amonimdir. Dövr sözü, dövr etmək. Bir də var dövr zaman mənasında. Amonimdir. C-də qabaq sözü həm köməkçi nitq hissəsi kimi işlənə bilər, həm də zərf kimi işlənə bilər. Ona görə C-də amonimdir. D variantında qoyun həm heyvan qoyun mənası, həm də insanın qoyunu mənasında, insanın qoyunu mənasında amonimdir, amma Y variant təsəvvür sözü amonim ola bilmir. Ona görə amonim olmayan Y variantıdır. 104. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək əvvəl çox dalğın, sonra get-gedə şirin bir dillə qeyd etmiş olduğu gəncliyindən, sevgi və sevinç dolu bahar günlərindən danışmağa başladı cümləsi ilə bağlı uyğunluğu müəyyən edin. Doğruda doğrunu, yanlışda yanlış seçmək lazımdır. Birincidə əsas nitq hissəsi ilə amonimliyi olan qoşma və qoşma ilə amonimli olan sözlər işlənir. Əsas nitq hissəsi ilə amonimliyi olan qoşma. Əsas nitq hissəsi ilə amonimliyi olan qoşma. Baxaq, zavallı qarı yaralanmış dişi aslan kimi. Kimi sözü qoşmadır burada. Aslan kimi. Kimi sözü qoşmadır və kimi qoşmasının amonimliyi kimi qeyri-müəyyən əvəzliyidir. Məsələn, kimi danışır, kimi qulaq asırdı. Burada kimi qeyri-müəyyən əvəzlikdir. Ona görə amonimliyi var, bəli. Qoşma kimidir, amonimlik kimi qeyri-müəyyən əvəzliyidir. İndi isə amonimliyi olan söz deyir ki, əsas nitq hissəsi amonimli olan qoşma düzdür var, kimi sözü və qoşma ilə amonimli olan sözlər işlənmişdir. Aha, əvvəl sözü. Əvvəl deyir çox dalğın. Əvvəl sözü burada zərfdir və qoşma da ola bilir. Məsələn, səndən əvvəl ya da yəni əvvəl burada nə zaman qoşma, burada zərfdə amma nə zaman qoşma kimi işlənə bilər? Özündən əvvəl çıxışlıq halda işlənmiş söz gələn zaman. Ona görə əvvəl sözü var, sonra sözü var. Əvvəl sonra həm qoşma, həm zərf kimi işlənə bilir. Yəni burada nə deyir? Qoşma ilə amonimli olan sözlər. Əvvəl, sonra elə bu sözlərdir. Ona görə bir düzdür. İkinciyə baxıram. Yaşlı sifətinin sinonimi işlənməyib. Yaşlı sifətinin sinonimi
Qarı sözü var. Qarı sözü isimdir. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyər. Əvvəl çox dağıl, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinç dolu bahar günlərindən danışmağa başladı. Yaş sifətində sinonim işlənməyib, düz. 1-2 düz. Yanlışa baxıram. 3 sayla amonim ədatlar işlənib. Sayla amonim olan ədatlar işlənib. Demək, zavallı qarı yaralanmış dişi aslan kimi inləyər. Əvvəl çox dağın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyinə, sevgi və sevinç dolu bahar günlərini danışmağa başladı. Sayla amonim olan ədatlar işlənib. Demək, 3 düzdür, çünki bir sözü var burada. Sonra get-gedə şirin bir dillə. Şirin 2 dillə deyə bilmirik. Yəni 2 sözünü işlədə bilmiriksə, yəni 2 sayını demək, bu say deyil, ədatdır. Əgər işlədə bilsəydi say olardı. Ona görə 3 düzdür. Say ilə amonim olan ədat işlənib bir sözü. Yanlışda yanlış. 4-ə baxıram. Eyni şəkilçi ilə düzəlmiş hər iki sözün yarandığı nitq hissəsi amonimdir. Eyni şəkilçi ilə düzəlmiş hər iki sözün yarandığı nitq hissəsi amonimdir. Belə bir söz yoxdur. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyər. Əvvəl çox dağın, sonra get-gedə şirin bir dili qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinç dolu bahar günlərini danışmağa başladı. Belə bir söz burada yoxdur. Buna görə 4 səhvdir. Demək, doğruda doğru 1-2, yanlışda yanlış. Doğruda doğru 1-2, yanlışda yanlış 4. 1-2-4, Y variantı. 105. Leksik mənalardakı yanlışlığı aradan qaldırmaq üçün hansı oxların istiqamət dəyişdirilməlidir? Demək, potensial, realizə olunmamış enerji, güc, qüvvə, ağıl, düz. 2. Şarj, bir şəxsi və hadisəni qəsdən günün surətdə təsvir edən şəkil bu səhvdir. Təcəssüm, bir şeyin maddi, cismani ifadəsi, düzdür, karikatür. Zahiri oxşarlıq saxlanmaqla predmetin ən xarakterli əlamətlə qabaq nəzərə çatdıran satirik yaxud humoristik təsvir bu səhvdir. Burada demək, şarj, sonuncu, yəni zahiri oxşarlıq saxlanmaqla predmetin ən xarakterli əlamətlərini qabarıq nəzərə çatdıran satirik yaxud humoristik təsvir şarja aiddir. Karikatür, bir şəxsi və hadisəni qəsdən güclü surət təsvir edən şəkil. Demək, burada 4-cü və 2-ci belə deyək, sözlərin yeri dəyişdirilməlidir. Qalanlar isə düzdür. Potensial düzdür, təcəssüm düzdür. 2 və 4-ün yeri dəyişdirilməlidir. Ona görə C variantı demək, yanlışlığı aradan qaldırmaq üçün 2-4-ə belə deyək, 2-4-ün yerini dəyişmək lazımdır. C variantı. 106. Hansı nümunədə bozarmaq sözü həqiqi mənada deyil? A variantı. Kartof artıq bozarır, indi ləzzətlə yeyərik. Burada düzdür. B. İlkin yenə Sübhanova bozarmaq istəyirdi. Burada məcazi mənadadır, həqiqi yox. C. Güllərin rəngi yenicə bozarmışdı, düzdür, həqiqi mənadadır. D. Əsasları bozardığında sanki sifətdə tündləşmişdi. Burada da həqiqi mənadadır. Y. Meyvələr yavaş-yavaş bozarırdı. Bu da düzdür. 107. Bəsdir, ey oğul, bu elmə çalışma. Qanun tələf oldu. Gündüz gecə səyi eləyib dərsə alışma. Canın tələf oldu. Nümunəsilə bağlı yanlış fikir müəyyən edin. Birinci və üçüncü misralarda sinonim olan sözlər işinə. Bəsdir, ey oğul, bu elmə çalışma. Bəsdir. Bəsdir burada kifayətdir. Bəsdir sözünün yeni kifayətdir deyə bilərik. Yəni sinonimi. Bəsdir sözünün sinonimi kifayətdirdir. Yəni sinonim var. Üçüncüyə baxırım. Gündüz, gecə səy eləyib dərsə alışma. Alışma sözünün sinonimi belə deyək, öyrəşmə, uyğunlaşma mənası işlənə bilər. Yəni bəsdir sözünün sinonimi kifayətdir. Alışma sözünün sinonimi uyğunlaşma, öyrəşmə mənasındadır. Buna görə A düzdür. B-də. Üçüncü misrada antonim sözlər var. Gündüz, gecə düzdür. C-də. Fikrindən dönmə ifadəsi antonim təşkil edən söz işlənib. Bəsdir, ey oğul, bu elmə çalışma, qanun tələf oldu. Gündüz, gecə səy eləyib dərsə alışma, canın tələf oldu. Fikrindən dönmə ifadəsi ilə antonimliyi təşkil edən söz işlənib. Yox. Burada belə bir
söz yoxdur. Ona görə C variantı səhvdir. D-də ikinci və dördüncü misrada bada getmə ifadəsi sinonim olmayan feil işlənib. Qanın tələf oldu. Canın tələf oldu. İkinci, dördüncü misrada bada getmə ifadəsi sinonim olmayan feil işlənib. Bada getmək. Tələf olmaq, bada getmək, belə deyək də, yəni sinonim ola bilməzlər. Bada getmək. Tələf oldu. Yəni fərqli mənalar bir. Tələf oldu, bada getdi. Bada getmək. Bada getmək burada məcazi mənada işlənib, amma tələf oldu, qanın tələf oldu, canın tələf oldu. Yəni burada məhv olmaq mənasındadır. Amma bada getmək ifadəsində məcazililik var. Ona görə sinonim ola bilməzlər. Y variantının əsas nitq hissəsində amonim olmayan, köməkçi nitq hissəsi işlənməsə, köməkçi nitq hissəsi amonim olan söz işlənib. Əsas nitq hissəsində amonim olmayan, köməkçi nitq hissəsi, əsas nitq hissəsində amonim olmayan, köməkçi nitq hissəsi işlənməsə də, köməkçi nitq hissəsi ilə amonim olan söz işlənir. Bəsdir, ey oğul, bəsdir sözü ola bilər. Bəs sözü həm ədat, həm də bəsdir, kifayətdir mənalarında işlənə bilər. Ona görə işlənib, düzdür. Səhv olan C variantı oldu. Fikrindən dönmə ifadəsi antonim təşkil edir, söz işlənib, yanlışdır. Dəqiqə. 108. Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş, gözlərimdə ildırımdır, damla damla axan qan yaş. A variantı ilk misradakı ismi xəbərlər sinonimlik təşkil edir. Bəli, kədər, təlaş sözləri belədir də cümlə. Başım, beynim tüstülənir, varlığımda kədərdir, təlaşdır. İsmi xəbərlərdir. Orada ixtisar belə deyək. Xəbərli şəkilçilər ixtisar olunub, kədərdir, təlaşdır olmalıdır və bunlar sinonimdirmi? Bəli, kədər, təlaş sinonim sözlərdir. Bir dəqiqə, nümunə ilə bağlı doğru fikir müəyyən. İlk misradakı ismi xəbərlər. İlk misradakı ismi xəbərlər sinonimli təşkil edir. Yox, sinonimli təşkil edə bilmir, üzr istəyirəm. Kədər qəm deməkdir, təlaş isə təlaşlanmaq, belə deyək, narahat olmaq o mənadır. Demək, kədər, təlaş əslində bir-birinə sinonim deyil. Kədər qəmlənmək, təlaş isə narahatlıq keçirmək mənasındadır. Bir-birindən sinonim ola bilməz. Əgər kədərin yerinə, təlaş sözünün yerinə qəm olsaydı, o zaman sinonim ola bilərdi. Amma belə deyək, sinonimlər deyirlər. Çünki mənaları tamam fərqlidir. Yəni, təlaş ayrı bir şeydir, kədər ayrı bir şeydir. Kədər üzülməkdir, təlaş isə narahatlıq keçirməkdir. A variantı səhvdir, B variantı. Zənginlik sözünün sinonimi işlənib. Zənginlik sözünün sinonimi. Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş, gözlərimdə yıldırımdır, damla damla axan qan yaş. Yox, sinonim işlənməyib. C-də yerinə görə numarativ söz kimi işlənə bilən və bu cümlədə məcazi mənada işlənən söz var. Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş, gözlərimdə yıldırımdır, damla damla axan qan yaş. Demək, yerinə görə numarativ söz kimi işlənə bilər. Damla sözü, məsələn, bir damla su numarativ söz kimi işlənə bilər. Məcazi mənada işlənibmi? Bəli. Damla damla axan qan yaş. Burada məcazi mənada işlənib cümlədə. D variantı kömək nitq hissəsi amonim söz işlənib. Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş, gözlərimdə yıldırımdır, damla damla axan qan yaş. Yox, işlənməyib. Y-də ruhlanmaq sözünün quruluşunu dəyişən şəkilçi ilə amonim şəkilçi işlənib. Ruhlanmaq sözünün quruluşunu dəyişən şəkilçi lan şəkilçisidir. Lan şəkilçisinin də amonim varmı burada? Yoxdur. Demək, düzgün olan variant C variantı oldu. Yerinə görə numarativ söz kimi işlənə bilən və bu cümlədə məcazi mənada işlənən söz var. Damla damla sözləri. Daha doğrusu damla damla sözü. Damla sözü demək həm numarativ söz kimi işlənə bilir.
Yəni bir damla su numerativ kimi. Həm də burada məcazi mənada işlənib. Damla damla axan qan yaş. O mənada, yəni məcazi mənada işlənib. Hansı feillər həm amonimliyə malikdir, həm də bir-biri ilə sinonimdir? Birincidə bitmək, yetişmək. Bitmək, belə deyək, həm bir şeyin sona çatması, həm də bitmək, böyümək mənasında. Məsələn, çiçək bitdi. Bir də var bitmək, sona çatmaq. Məsələn, dərs bitdi. Amonim. Demək, çiçək bitdi, böyüdü, yetişdi mənasında. Bir də var dərs bitdi, sona çatdı mənası amonimdir. Yetişmək. Yetişmək sözü həm çatmaq, yəni kimsə köməyinə yetişmək mənasında, həm də yəni çatmaq, köməyə yetişmək mənasında, həm də meyvə yetişdi amonimdir və nəticədə bir-biri ilə sinonimdirlərmi? Bəli. Bir var, ikinciyə baxıram. Tərləmək, xərcləmək, yox. Üçüncüdə sözləşmək, dalaşmaq. Bu sözlərdə amonim olmur. Dörddə dəymək, toxunmaq. Dəymək həm meyvə dəydi, yəni yetişdi, həm də toxunmaq mənasına dəymək amonimdir. Toxunmaq sözü yenə toxunmaq, dəymək kimi mənada işlənir, toxunmaq, həm də toxunmaq, paltar toxundu. Yəni paltar toxunur. Paltar toxuyursan, o mənada toxunmaq. Toxu sözündən, toxumaq feilindən toxunmaq. Leksik şəkilçidir n. Sözün başlanğıc forması toxundu. Toxun sözü də həm toxumaq mənası, həm də toxunmaq, dəymək mənası amonimdir. Nəticədə bir-birinin sinonimi ola bilirlər. 1, 4, 5-ə baxıram. Oxşamaq, bənzəmək. Üzr istəyirəm. Oxşamaq amonimdir, bəzənmək yox. Oxşamaq hər hansısa bir, məsələn, uşağı əzizləmək mənasına oxşamaq. Bir də var bənzəmək mənasına oxşamaq amonimdir, amma bəzənmək sözünün amonimi yoxdur. Bəzənmək. Ona görə 5 ola bilməz. Çünki bəzənmək sözünün amonimi yoxdur. Oxşamaq sözünün amonimi var. Ona görə 5 də ola bilməz. Düzgün olanlar 1, 4, A variantı.